Bir həftə marketə getmək qadağandır. 5-ci gün. Axşam qardaşım geldə qalmışdıq. Ona görə bütün köçümüzü saldıq onların üstünə, səhəri orada yedik. Həsəni aclıqdan torpaq yeyərkən yaxaladı. Neçə gündür ki söz verib gəlməyən ustamız tam yeməyimizin bitən vaxtında gəldi. Axşam 5-ə qədər oturmuşuq, yatmamışıq. Ona görə də elə yuxuluyuq ki, hamı elə bil ki bir-biri ilə küsüb dayanır. Gecə videonu gedib orada montaj eləmişəm. Səhərə qədər yatmamışam. Sübdən saat 8-in yarısı oyanmışam. Və evə gələn kimi evin işlərini filan demirəm. Ustaya yemək hazırlayandan sonra düzdür avokado olmasa da, daha sonra evdən çıxmalıyıq, acil işimiz var. Ona görə də sürətli hazırlayıram. Hər evə gələncə montaj edib bu videonu yükləməliyəm. 1-2 ədəd bibər, bir də xiyardan başqa soyuducumuzda heç bir tərəvəz yoxdur. Bütün tərəvəzlərimiz bitib. Ən əsası isə qarpızımız bitib ki, biz qarpızsız qala bilməzdik. Balaca ət qalmışdı. Həsənin də adı ilə onu da kotlet elədik. Nəsə məhlul hazırlayır. Elə də maraqlı hazırlayır ki, görən deyər ki, kimya laboratoriyasındadır. Suyun içərisində biraz kotletin suyundan biraz tomat, duz, istiot, sarımsaq əlavə elədi. Onu da əlavə elədi qarabaşağın üzərinə. Əslində qreçka deyirəm, amma səhv tutmayasınız deyə burada qarabaşaq dedim. Dünəndən qalan yarım yemişin də yarısını ustaya, yarısını da özümüzə doğradım. Ustanın yanında utanmayaq deyə kotletin yanına kartof da elədik. Hələ belə qarabaşağı da qoyduq ki, heç olmaya biraz bol görsənsin. Şükür Allaha bu gün də yola verdik.